Salam hörmətli dəstəkçilər, mən Fəridə Ağayeva, 24 yaşım var. Artıq uzun müddətdir ki, Həyat Toxuculuq Atelyesi sosial sahibkarlıq layihəsini həyata keçirmək istəyirəm. Məqsədimiz işsiz qadınlara evdən və ya ofisdən işləmə imkanı verməkdir. Toxuculuq bacarıqları ilə oyuncaqlar, amiqrami və digər əl işləri yaratmalarına şərait yaratmaqdır. Biz bu məhsulları bazarda və sosial mediada satışa çıxararaq gəlirləri, işçilərin maaşını və maddi yardıma ehtiyacı olan ailələrə dəstək olmaq üçün istifadə edəcəyik. Gələcəkdə layihəni genişləndirərək təhsil haqqı ödəyə bilməyən gənclərə yardım etməyi planlaşdırırıq. Bu yardımla gənclər təhsil haqqlarını ödəyə biləcək və təhsillərinə davam edə biləcəklər. Atelyemizdə həm iş, həm də təhsil verilir. Vaxtını səmərəli keçirmək istəyən gənclərə, orta yaşlılara toxuculuq, rəsm və bədii tikiş dərsləri ala biləcəkləri bir şərait yaradılır. Valideynini itirmiş uşaqlara bu dərslər ödənişsiz şəkildə həyata keçirilir. Həyat Toxuculuq Atelyesi yalnız iş yeri deyil, həm də hər kəsin bacarıqlarını kəşf edəcəyi, gələcəyə ümidlə baxacağı bir məkandır. Birlikdə daha çox insana dəstək ola bilərik. Siz də bizim bu layihəmizdə iştirak edərək bizim yaradacağımız gələcəyin bir parçası ola bilərsiniz. Ən kiçik maddi yardımlarınız belə bizim üçün böyük bir gələcəyin başlanğıcıdır. Hər birinizə təşəkkür edirəm.